Hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra xeyli abituriyent tələbə adını qazanmaq üçün alternativ yollar axtarır. Son illər bu kontekstdə diqqət çəkən istiqamətlərdən biri də sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan imtahansız, distant və ya hibrid formada xarici ölkələrdə təhsil almaq imkanlarıdır. Mütəxəssislər deyir ki, xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin əksəriyyəti imtahan vermədən, ölkə xaricinə çıxmadan diplom alacaqsınız arqumenti ilə insanları cəlb etməyə çalışır. Doğrudur. Aralarında peşəkar şəkildə işləyən, işin həm hüquqi, həm də tədris tərəflərini yüksək şəkildə bilən, xarici ölkələrin universitetləri ilə rəsmi əməkdaşlığı loyal şəkildə keçirən tədris mərkəzləri də var. Amma çox təəssüf olsun ki, bütün bu meyarlara cavab verə bilməyən dırnaqarası xarici təhsil şirkətləri də var. Məhz onlar çox təəssüf olsun ki, kəmiyyət baxımından çoxluq təşkil edir və müraciətlərin çoxusu da ondaradır. Azərbaycanda diplomun tanınması üçün tələbənin təhsil müddətinin azı yarısını həmin ölkənin ərazisində əyani formada keçirməsi tələb olunur. Əgər bu şərt yerinə yetirilmirsə, diplom tanınmayacaq. Xaricdə təhsil şirkətinin əməkdaşı Mir Yusif Cavadzadə belə deyir. Deyir ki, kiminsə məqsədi sadəcə şəxsi inkişafdırsa, o zaman distant təhsil onun işinə yaraya bilər. Lakin bu, ümumi müraciətlərin çox az qismini təşkil edir. Hibrid təhsil vasitəsilə siz bakalavr və magistratura təhsil alırsınızsa, diplomunuz tanınmayacaq. Bu hibrid dedikdə əsasən nəyi nəzərdə tuturlar? Yəni sadəcə imtahandan imtahana gedərək, amma bütün təhsil müddətini Azərbaycanda qalmaq şərti ilə. Amma təhsil müddətinin ən azı yarısını burada oxumamış tələbələrin diplomu təbii ki, Azərbaycanda tanınmayacaq. Bəli, hibrid təhsil, distant təhsil formaları mövcuddur. O demək deyil ki, bu təhsil formaları çox pisdir, bu təhsil formasına istifadə etməməliyik. Xeyr, sadəcə manipulyasiyadan uzaq bir şəkildə seçimlərimizi etməliyik. Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə də müraciət elədik. Qurumun rəsmisi Rövşən Nəzərov bildirdi ki, Azərbaycanda distant və hibrid formada alınan diplomlar tanınmır. Çünki bu təhsil alma formaları ölkə qanunvericiliyində nəzərdə tutulmayıb. Xüsusilə qardaş Türkiyə Respublikasının universitetlərinə münasibətdə açıq öyrətim təhsil alma forması üzrə edilən müraciətlərdə bu problem daha geniş yayılıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq vətəndaşlarımızın nəzərinə çatdırmaq istərdik ki, tanınma yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Biz bu qaydalardan yola çıxaraq vətəndaşlarımıza bir sıra nüanslara diqqət etmələrini tövsiyə edirik. İlk öncə vətəndaşlarımız seçim etməmişdən öncə seçilən ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təsnifatda yer almasına diqqət etməlidirlər. Eləcə də vətəndaşlarımız tərəfindən seçiləcək ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə yerli təhsil qurumu tərəfindən, yəni yerli səlahiyyətli təhsildə keyfiyyət qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ən mühüm şərtlərdən. Qeyd eləyək ki, agentlik ünvanlanan müraciətlər əsasında rəsmi olaraq ən çox imtina edilmiş universitetlərin və proqramların siyahısını öz rəsmi internet səhifəsində dərc edib. Vətəndaşları isə seçim etməzdən əvvəl həmin resurslardan istifadə etməyi tövsiyə edir. Necə deyərlər, şirinlikləşdirici təkliflərə aldamamaq üçün araşdırma yalnız işin xeyrinə ola bilər.